Çoxu namaz qılmır, bilirsiniz niyə? Çünki bunu anlamır, bunu başa düşmür. Deyir, qılmıram, heç lazım da deyil axı mənə. Başa düşmür, namaz nə üçündür? Namaz o zirvəyə bağlamaq üçündür. Bunun həyatında hədəf cılız olduğuna görə namazı otuzdura bilmir həyatına. Harasını otuzdursun? Hədəfləri ilə uyğun gəlmir. Namazsız da bunun hədəflərinə çatmaq olur da, bunun məqsədlərinə. Zirvəni düşünsə, bilər ki, zirvəyə namazsız olmur. Amma bunun həyatının məqsədi o qədər kiçikdir ki, namazsız da olur. Odur ki, namaz başa düşmür, nə üçün qılmalı. Deyir, axı, namaz qılmıram, hər işdə qaydasındadır. Nədir bu namaz? Elə bil ki, məsələn, bir adama desən ki, evindən 10 dəqiqəlik yoldur, təyyarə gətirək sənin üçün. Deyir, təyyarəni nə indirəm o boyda? Mən 10 dəqiqə ayaqla gediləsi yolu təyyarəyə niyə minim? Təyyarəni otuzdura bilmir də, məqsədi çox yaxındır. 10 dəqiqəlik yola getib çatmaqdır. Məsafə 10 dəqiqəlikdir. Bunun da məqsədi kiçikdir deyə namazı həyatına otuzdura bilmir. İbadəti otuzdura bilmir.